Rusiyanın keçmiş forpostunu cəzalandırmaq üçün həqiqətən də çeşidli imkanları var. Rusiya sərhədçilərinin İran və Türkiyə sərhədlərindən geri çəkilməsi İrəvana müsbət şeylər vəd etmir. Gümrüdə yerləşən 102 sayılı hərbi baza isə istənilən anda hərbi təlimlər hesabına Ermənistanı təhdid edə bilər. Əgər Kreml Metsamor Atom Elektrik Stansiyasına texniki dəstəyi dayandırsa, hay məmləkəti ağır duruma düşəcək. İqtisadi rıçaqlara gəldikdə isə Rusiya şirkətlərinin Ermənistandakı mis və qızıl hasilatı işini dayandırması bu ölkənin iqtisadiyyatına ağır zərbə vura bilər. Son dövrlər Rusiyaya göndərilən bəzi kənd təsərrüfatı və ərzaq məhsullarının gömrük və sanitar nəzarət prosedurlarında problemlərlə üzləşdiyi barədə məlumatlar məhz Moskvanın iqtisadi təzyiq mexanizmlərini mərhələli şəkildə işə saldığını göstərir. Санкции и пошлины, которые Армения сегодня не боится от России получить, уходя в ЕС, она получит. Rusiyanın Ermənistana qarşı yaxın zamanda ciddi ticarət sanksiyaları tətbiq etməsi istisna edilmir. Qeyd edim ki, Ermənistanın xarici ticarətinin təxminən 36% Rusiyanın payına düşür və bu 8 milyard dollara yaxın vəsait deməkdir. Müxtəlif institutların hesablamalarına əsasən ilk illər ərzində bu geriləmə 12-27% arasında ola bilər. Qısa müddətli, yəni 3-5 illik və orta müddətli perspektivdə isə iqtisadi enişin 35-40%-ə çatacağı gözlənilir. Ermənistan məhsullarının Rusiya bazarındakı gələcəyi də sual altındadır. Böyük ehtimalla müəyyən məhdudiyyətlər və cavab tədbirləri tətbiq olunacaq. Какие-то ограничения, так сказать, экономические, так сказать, барьеры будут выставлены, безусловно.